Salam dostlar, hər birinizi Çindən salamlayıram. Mən artıq uzun müddət ki, Çində yaşayıram. Çinin Guangzhou şəhərində fəaliyyət göstərirəm. Buradan sifarişlər əsasında dünyanın bir sıra ölkələrinə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə və hətta Amerikaya mallar göndəririk. Ümumiyyətlə, Çindən dünyanın hər hansı bir ölkəsinə mal göndərilməsində heç bir problem yoxdur. Çünki Çinin qurduğu logistik sistem dünyada nömrə 1-dir. Çox möhtəşəm logistik sistem qurublar. Bu videonun yaranmasına qədər düşünürəm ki, bir qədər vaxt itkisinə yol verilib, daha çox vaxt itkisinə yol verilib. Bu da mənim qərarsız olmam səbəbindən olub. Əslində Çinə gəldiyim ilk gündən dostlar israrla bildiriblər ki, video çəkilişlər olmalıdır, video çıxışlar olmalıdır. Amma hər zaman mən qərarsız olmuşam. Düşünmüşəm ki, video çəkilişlər mənlik deyil, xüsusən də video çıxışlar mənlik deyil. Bunu bacarmaram. İndi qərar verdim. Düşünürəm, hələ də gec deyil. Bir qədər həyəcan var. İlk çıxışımdır və yəqin ki, bu həyəcan da bir müddətdən sonra bitər və mən sizinlə daha rahat ünsiyyət qura bilərəm. Hazırda Guangzhouda çox möhtəşəm bir tədbir keçirilir. 137-ci kanton sərgisi və mənə görə kanton sərgiləri dünyada nömrə 1-dir. Sərginin keçirdiyi ərazinin böyüklüyünə görə, sərgidə olan malların, mal çeşidinin çoxluğuna görə, sərgidə iştirak edən zavod fabriklərin, istehsalçıların çoxluğuna görə və bu sərgidə iştirak etmək üçün dünyanın dörd bir yanından gəlmiş insanların sayına görə bu sərgi dünyada nömrə 1-dir. İldə 2 dəfə keçirilir, oktyabr və aprel aylarında və ildə 2 dəfə dünyanın dörd bir yanından milyonlarla iş adamı Guangzhouya axışır, bura axışır bu sərgidə iştirak etmək üçün. Kimisi öz işini inkişaf elətdirmək üçün, kimisi yeni məhsullarla tanış olmaq üçün, bəziləri ilk dəfədir gəlirlər Çinə, ilk dəfədir gəlirlər Guangzhouya və Çin malları, Çin məhsulları ilə tanış olmaq istəyirlər. Çin zavod fabrikləri ilə, istehsalçılarla ünsiyyət qurmaq istəyirlər. Bir sıra səbəblərdən insanlar bu sərgiyə gəlir və əminəm də ki, bu sərgi çox effektli, çox səmərəli olur. Mən hər zaman çalışıram ki, sərgilərdən çoxlu sayda məlumatlar toplayım, çoxlu sayda kataloqlar toplayım. Hal-hazırda da ofisdə bəlkə də minlərlə kataloq var, saymamışam. Gələn çıxışlarımda inşallah bu kataloqları da sizə göstərəcəm. Bu kataloqlar minlərlə zavod fabrika çıxış deməkdir. Bu kataloqlar 100 minlərlə mala məhsula çıxış deməkdir. Və mən sizə deyim, gərək ki, keçən il hardasa oxumuşdum, Çində 350 mindən artıq zavod fabrik var. Təsəvvür edirsinizmi? Bir ölkədə 350 min zavod fabrik var və bu siyahıya, bu saya xırda sexlər aid deyil. Bu böyük istehsalçılardır, böyük zavod fabriklərdir. Əbəs yerə Çini dünyanın istehsal bazarı adlandırmırlar. Bu həqiqətdir. Bu həqiqətdir. Sizi hər hansı bir mal maraqlandırırsa dostlar, Çində hər hansı bir malla maraqlanırsınızsa, hər hansı bir malın qiyməti, parametrləri, yol xərci sizi maraqlandırırsa, bilmək istəyirsinizsə və yaxud Çində hər hansı bir iş qurmaq istəyirsinizsə, Çinlə əlaqəli hər hansı bir iş görmək istəyirsinizsə, buyurub müraciət edə bilərsiniz. Problem yoxdur. Bu videonun altında telefon nömrəsi, e-mail adresi olacaq. Müraciət edin. Mən də öz tərəfimdən maksimum dərəcədə çalışaram ki, sizin müraciətlər cavabsız qalmasın, daha dolğun, daha geniş, ətraflı cavablandıra bilək. Yəni, əməkdaşlıq ola da bilər, olmaya da bilər, gələcəkdə işləyə də bilərsiniz mənimlə, işləməyə də bilərsiniz. Bu əsas deyil, bu vacib deyil. Əsas olan odur ki, siz bilin ki, sizin Çində müraciət edə biləcəyiniz bir insanınız var. Yəni, bunu bilin və istənilən bir sorğuya cavab verməyə hazıram. Düşünürəm, bu qədər bəs edər ilkin müraciət üçün. Nə qədər yaxşı və yaxud pis alındığının da qiymətini inşallah siz verərsiniz. Hər birinizə işlərinizdə bol-bol uğurlar. Sağ olun.